Hamıya salam. Uzun zaman sonra bir video çəkirəm, yeni bir video. Ola bilsin siz bunu hiss etməyəcəksiniz, çünki köhnə videolardan mütəmadi olaraq atmağa davam edirəm, amma bəlkə də görəcəksiniz ki, orada məsəl üçün artıq bir müddət sonra, məsələn, qışda yay videosunu atmışam və s. Düşünürəm ki, artıq bu videonun başlığından da müəyyən qədər anlayırsınız və bilmirəm bunu elan etmək üçün ayrı bir video çəkəcəyik ya yox. Amma uzun sözün qısası, bugün gedirik ailəlikcə mini gender parti etməyə. Nəhayət, bu bizim artıq 6-cı ayımızdır. Düşünürəm ki, bu videonu siz hələ ki indi bu müddətdə görməyəcəksiniz, daha sonra görəcəksiniz, amma yenə də heç paylaşmasam da bir gündəlik kimi istəyirəm ki, həm bizim üçün, həm uşağın özü üçün də xatirə qalsın ki, sonra gələcəkdə baxıb bu videoları izləsin, həmin anları. Bilmirəm, hardan nəyə başlayım? Sadəcə olaraq bu son bir ay yarım ərzində mən sırf evdə idim. Yəni bu da hamiləliklə əlaqədar idi ki, sümüklərdə, ayaqlarda, beldə ağrılar var idi və həkim mənə dedi ki, sən heç nə etməməlisən, sənə qulluq etməlilər. Hətta əsadan istifadə edirdim bu müddət ərzində. Hələ də edirəm. Çalışıram ki, edim maksimum dərəcədə ki, həmin o yük, belə deyək, bir hissəyə yük düşməsin. Məsələn, sol tərəfi ağrıyırsa, sola yük düşməsin. Belə, ona görə bu müddət ərzində biraz çətin idi o barədə. Çünki mən aktiv insan olmuşam, hərəkətsiz qalmaq və s. Həm də ki, artıq 3 həftədir ki, kağız əlimizdədir. Amma biz hələ də cinsiyyəti öyrənməmişik. Çünki əslində düşüncəmizdə daha böyük bir gender parti etmək var idi. Dostları, tanışları çağırmaq, yəni belə bir görüntümüz var idi, belə bir istəyimiz var idi. Amma düşündük ki, artıq mənası yoxdur bu qədər gözləməyin. Əsas özümüz ailəlikcə gedək, öyrənək və bilək, artıq hazırlaşa bilək ki, paltarlardır, əşyalardır, yəni qız ya oğlan üçün almağı planlayaq. Belə, bugün ona görə studiyaya gedəcəyik. Prosesə də çalışacağam, bacardığım qədər çəkim. İndi saçımı, gördüyünüz kimi öz saçım mənim buruqdur. Saçımı artıq salonda elətdirdim, gəldim. İndi qaldı makiyajımı eləyib, geyinib çıxmaq. Yəni son yarım saat qalıb. Əslində artıq hazırlaşmaq zamanıdır. Uzun zaman sonra çölə çıxdığıma çox sevinirəm. Bundan bir neçə gün öncə çıxıb saçımı rəngləmişdim. Bu səbəbdən də çox sevinirəm ki, həm özümə baxım edə bildim, həm çölə çıxdım, həm nəhayət də cinsiyyəti öyrənəcəyik. Gəldik, çatdıq studiyaya. Bu da birinci şəkillər çəkəcəyik. Sonra da artıq mini gender, reveal gender parti. Kolla yine ülke ağzında var. Başlıktan başlayalım şöyle. Gülümse. Ülke ağzına bakın. Aksanken başın yanılıyor. Bayaklı yanılıyor. Sen de çevirdi ülke ağzına. Eşiyorum, ne yapıyorsun sizi? Uzun müddət idi ki, ailəvi şəkil istəyirdim. Tam o məqsədlə gəlməsəydi, amma bu dəfəlik bu cür ailəvi şəkil alındı və sevindim ki, məqsədlərimdən, istəklərimdən biri həyata keçdi. Ümumiyyətlə, son günə qədər hamı oğlan deyirdi, hətta İbrahim belə. Bu isə 1 milyon yarım baxış sayı yığan məşhur o videomuz. Mən sənin ananam və mən düşünürəm ki, sən qızsan. Mən sənin atanam və düşünürəm ki, sən oğlansan. Mən sənin nənənəm. Sənin yolunu çoxdan gözləyirdik. Düşünürəm ki, qızsan. Salam, mən sənin nənənəm. İlk nənə hissini sən mənə yaşadacaqsan. Mən qız gözləyirəm, amma fikirləşirəm ki, oğlansan. Salam, mən sənin babanam. Düşünürəm ki, oğlan olacaqsan. Salam mənim balam. Səndən Emin baba danışır. Yuxuda görmüşdüm ki, oğlan olacaq bu canda. Amma bugün səhər nəsə mənə damıb ki, qız olmalıdır. Ona görə giymişəm bu köynəyi ki, qız olacaq. Mən qız gözləyirəm. Gəl, gəlmişdi. Mən sənin dayanam və düşünürəm ki, sən oğlan olacaqsan. Mən sənin bibinəm. Amma çox istəyirəm ki, sən mənə sadəcə Sara deyə müraciət eləyəsən. Mən düşünürəm ki, sən oğlansan. Привет, Лялька. Я твой дядя. Я думаю, что ты у нас мальчик. Я старшая сестра и думаю, ты мальчик. Я сестра. Что ты думаешь, девочка или мальчик? Девочки. Девочки. Apart 1, 2, 3. Siz saklayın, koyun. Siz yaptırın. Koy. Birbirimize biraz yakın durun.
Buyurun. Bəli, dediyim kimi hamı oğlan deyirdi müəyyən xarici faktorlara görə və həmçinin də ümumilikdə elə hiss edirdilər. 98% insan oğlan desə də mən sonunadək əmin idim ki, ilk övladımız qız olacaq. Təbii ki, bunun heç bir önəmi yox idi. Oğlan olsun, qız olsun, təbii ki, övladımızdır. Biz artıq sevirik. Sadəcə olaraq mən həmişə uşaqlıqdan belə ilk övladımı qız təsəvvür etmişəm və hamilə olarkən də heç cürə özümü birinci olaraq oğlan anası kimi təsəvvür edə bilmirdim. Və həmin an gəlib çatanda ilk İbrahim gördüm. Mənim tərəfimdən görünmürdü rəng. Kadr arxası xanımın söylədiyi kimi həqiqətən onun dediklərini eşitmirdi və çox həyəcanlı idi. Hazırız. Bir de bu partiyanda bu. Bir dakika bu. 1, 2, 3. Həmin an gəlib çatdıqda isə hər ikimiz sevincdən ağlayırdıq. Videoda da görə bilərsiniz bunu. Baxmayaraq ki, İbrahim oğlan olacağını hiss eləyirdi, amma o da həmişə ilk qız övladı olacağının xəyalını qurub. Və burada o məşhur videodan sonra Emin babanın reaksiyasını görürsünüz. Həqiqətən də mən utdum deyir. Videoda bir çoxları elə təxmin etmişdi, səssiz olsa da belə. Maraqlısı odur ki, hamı oğlan desə də, bəziləri son anda, son gündə belə fikrini dəyişdi və nəsə qız kimi hiss etməyə başladı və elə də oldu. Və bizim də təbii ki, İbrahimlə həmin an sevincimizin həddi, hüdudu yox idi. Çox xüsusi bir an idi. Heç ağrımı belə unudub Əsanı bir kənara atmışdım. Скажи. Мальчик и девочки. Мальчик нет? Нет. Кто будет? Девочки. Девочка, ты рада? Да. Ты сестру хотела? Да. Просто мальчику должен. Я девочка. Ты девочка? Я мальчик, ты тоже мальчик. Нет, я девочка. Сама ты девушка. Я девочка. Точно? Ты мальчик, Софа. Я девочка. Софа, скажи, мальчик нет, девочка, а? Мальчик, я девочка. Burada gəldik ailəvi restorana, bu möhtəşəm xəbəri qeyd etməyə. Burada mart ayının 7-sidir. Əslində bir gün öncə atamın da ad günü idi. Sadəcə olaraq mən yataqda olduğum üçün onun ad gününü qeyd edə bilməmişdik. Elə ikisi birində oldu və yadda qalan bir tarix kimi qaldı. Sağ olun. Xoşbəxtsiz. Çok hoşbəxtəm. Bu videonu izlədiyiniz üçün çox sağ olun. Qısa da olsa, bu həyəcanlı və həyatımızın ən gözəl və xoş məqamlarını sizinlə də bölüşmək istədik. Arzusunda olan hər kəsə Allah nəsib etsin. Tək ki həyatımızda belə xoş anlar və xoşbəxt günlər çoxlu olsun. Amin və amin. Siz də özünüzə yaxşı baxın. Sağ olun.